Artıq 2 yaşdan uşaq tam nitqə sahibdirsə, əlbəttə, psixi inkişafı normadadırsa, uşaq bədən üzvlərinin gözdən, qulaqdan, dişə, dilə qədər, əlin, ayağın funksiyalarına qədər bilməli və eyni zamanda cinsiyyət orqanında nəyə xidmət etdiyini bilməlidir. Uşaq gözün gördüyünü, qulağın eşitdiyini, dilin danışdığını, burnun duyduğunu, dişin çeynədiyini bildiyi kimi, cinsiyyət orqanında sadəcə tualet vərdişləri üçün olduğu kimi anlatmaq lazımdır və tualet vərdişlərinin gigiyenik olduğunu bilməsi üçün oraların daimi qapalı olması daha doğru olduğunu anlatmanızdır. 2-3 yaş arasında uşaqların cinsiyyət marağı formalaşır. Bu zaman uşağa düzgün istiqamət verilərsə, cinsiyyət orqanının uşağa tualet vərdişlərinin olması üçün olduğunu anladılarsa daha doğru olar. Bu zaman uşağa gigiyenanı da başa salmanız mütləqdir. Yəni, ora toxunduqdan sonra əli yuma və tualet vərdişlərindən sonra özünü daha təmiz, daha dürüst aparma və bağlı saxlanmağını anlatmalısınız. Bu zaman uşaqda artıq maraq yaranmayacaq. Hər bir orqanın funksiyasını bildiyi kimi cinsiyyət orqanında nəyə xidmət etdiyini biləcək.